Salam əziz tələbələr. Mən Master nömrə 1 Tədris Mərkəzinin məntiq müəllimi Xəzər müəllim. Hal-hazırda bizim Telegram kanalı üzərindən yay dərslərimiz davam eləyir. Bu dərslər həftədə 2 sınaq və 2 izah olmaqla aparılır. Siz də bizim bu sınaq qruplarımıza qoşulub yay aylarını səmərəli keçirə bilərsiniz. Sınaqların işlənilməsi, həmçinin onların izahına baxaraq özünüzdə bir baza formalaşdıra bilərsiniz. Təbii ki, siz sentyabrda dərslərə başlayanda artıq hazırlıqlı vəziyyətdə olacaqsınız. İlkin bir anlayışlar sizdə formalaşmış olacaq. Ona görə də ətrafınızda, qrup yoldaşlarınızda hələ də bizim kanala qoşulmayanlar varsa, kanalımızın linkini həmin şəxslərlə də paylaşın ki, onlar da bu sınaqlardan və izahlardan faydalansınlar. Hal-hazırda bu videoda biz Quiz 7-nin izahına baxacağıq. Quiz 7 qapalı, açıq və blok mətndən ibarət 20 sualdan təşkil olunub. Bir-bir bütün sualların ətraflı şəkildə izahına baxacağıq. Əgər sizə nə isə qaranlıq bir məqam qalarsa, onu rəylər bölməsində qeyd edin. Ətraflı izah çəkilib, yenidən həmin rəylərdə yerləşdiriləcək və oradan baxa bilərsiniz. Başlayaq elə birinci sualdan. Birinci sualımız fiqur cədvəlləri mövzusuna aiddir. Nədir fiqur cədvəlləri? Fiqur cədvəlləri mövzusunda sətirlər və ya sütunlar üzrə bir-biri ilə müəyyən qanunauyğunluqla əlaqəli olan fiqurlar yerləşdirilir. Bizim əsas vəzifəmiz həmin qanunauyğunluğu tapmaq və sualın yerinə yazılmalı olacaq variantı, fiquru müəyyənləşdirməkdir. Məsələn, birinci və ikinci sətirlər bizə nümunə olaraq qeyd olunub və biz həmin sətirlərə baxaraq qanunauyğunluğu tapmalıyıq. Məsələn, birinci sətrə diqqət etsək, mərkəzdə olan 3 ulduzun biri qara, biri ağ, biri isə boz rəngdədir. Eyni qayda ikinci sətirdə də belədir. Ağ, boz və qara. İndi üçüncü sətirdə də boz və qara ulduz var. İndi isə mərkəzdə bir ağ ulduz olmalıdır. Ona görə də A və D variantlarını çıxırıq. Çünki A variantda qara, D variantda boz ulduz var. Daha sonra fiqurun kənarında olan hissələrə baxsaq, birinci fiqurda 2 boz, 3 ağ fiqur var. İkincisində isə 3 boz, 2 ağdır. Sonra yenə 2 boz, 3 ağdır. Deməli, 2 boz, 3 boz. 2 boz, sonra aşağıda yenidən 3 boz. Sonra 2 boz, sonra 3 boz. Kənar ləçəklərdən ikisi bozdur, 3-ü bozdur. İndi isə növbəti ikisi boz olmalıdır. Ona görə də biz C variantında çıxırıq. 2 dənə boz fiqur olmalıdır. Ona görə cavab ya B variantıdır, ya Y variantı. Həmin variantların da bir-birindən fərqi kənarında olan çıxıntıya görədir. Gəlin indi kənarda olan həmin o çıxıntıya baxaq. Birinci sətirdə söhbət bundan gedir. Bu çıxıntı bura keçib. Yəni 1, 2 dama saat əqrəbi istiqamətində hərəkət edib. İkinci şəkildən üçüncü şəkilə isə bir dama saat əqrəbinin əksinə doğru geri qayıdıb. İkinci sətirdə də burada olan bu çıxıntı 1, 2 dama hərəkət edib bura gəlib, sonra isə bir dama geri qayıdıb bura gəlib. İndi yenə də üçüncü sətirdə də eyni hadisə baş verməlidir. Həmin bu çıxıntı gördüyünüz kimi 1, 2 dama saat əqrəbi istiqamətində hərəkət edib, indi isə bir dama saat əqrəbinin əksi istiqamətində geri qayıtmalıdır. Bu da diqqətlə baxın hansı hissəyə düşür? B variantında olan hissəyə. Doğru cavabımız olacaq B variantı. İkinci sual analogiya mövzusuna aiddir. Verilən sözlər cütü arasında məntiqi əlaqəyə analoji olan variantı seçin. Sözlərin ardıcılığı nəzərə alınmalıdır. Nədir analogiya? Analogiya mövzusunda bizə bir cüt söz verilib. Həmin cütlükdə olan sözlərin arasında müəyyən bir əlaqə var. Bu sinonimlik ola bilər,
məna bağlılığı ola bilər, antonimlik, səbəb-nəticə əlaqəsi və s. və s. Saç və daraq arasında olan əlaqəyə gəlin diqqət edək. Biz saçı nə vasitəsilə düzəldirik? Daraq vasitəsilə. Daraq saçı düzəldən alətdir. Və sözlərin ardıcıllığı nəzərə alınmalıdır qeydi yazılıb. Bu da yəni birinci tərəfdə baxın saçla uyğun bir söz olmalıdır. İkinci tərəfdə alət yazılıbsa cavabda da ikinci tərəfdə alət olmalıdır. Məsələn, telefon, danışıq, diş, fırça, əlifba, hərf, bel, çəkic və yaba, taya. Məsələn, biz tayada yabadan istifadə edə bilərik, amma taya əvvəldə, yaba sonrada olmalı idi. Ona görə məsələn B variantı yanlışdır. Saç daraq vasitəsilə düzəlir, dişi isə fırça vasitəsilə düzəldirik, təmizləyirik və s. Ona görə də ikinci sualın doğru cavabı olacaq C variantı. Ümumiyyətlə bu quizlərdə istifadə etdiyimiz suallar əsasən magistratura imtahanına düşə biləcək tipdə və hətta bəziləri imtahana düşmüş suallardır. Məsələn, 3-cü sual 2026-cı ilin magistratura imtahanlarında istifadə olunmuş bir sual nümunəsidir və sual fiqur ədəd əlaqələri mövzusuna aiddir. Burada şəklin içərisində yerləşdirilmiş ədədlərin arasında müəyyən məntiqi qanuna uyğunluq olur. Biz həmin qanuna uyğunluğu tapmalıyıq. Məsələn, burada nə əlaqə var? Bu sualda diqqətlə baxsaz, 11-in üzərinə 13 gəlib, 24 alıb. 13-ün üzərinə 14 gəlib, 27. 14 və 12 cəmlənib 26, 12 və 15 cəmlənib 27. İndi isə 15 və 18-i cəmləyirik, 33, buradan A-nı alırıq. Aşağı sətirdə isə 11-dən 3 çıxıb 8 olub, 13-dən 8 çıxıb 5, 14-dən 5 çıxıb 9, 12-dən 9 çıxanda 3. İndi isə 15-dən 3 çıxıb 12 alırıq. Və hətta diqqət etsəz, 18-dən də 12-ni çıxanda 6-nı verib. Deməli, belə çıxır ki, A-nın qiyməti 33 oldu, B-nin qiyməti 12. Bizdən isə A çıxılsın, B-ni soruşur. Yəni, 33 minus 12 doğru cavab olacaq 21. Doğru cavab Y variantı. Dostlar, 4 nömrəli sualımız da yenə fiqur ədəd əlaqələri mövzusuna aiddir. Dairəvi böyük bir şəkil verilib və bu tipli suallarda, yəni çərçivə şəklində olan suallarda əsasən qarşı-qarşıya əlaqə prinsipi olur. Əsasən dediyim əksər suallarda. Məsələn, burada qarşı-qarşıya ədədlərə diqqət etsəniz, 12 və 4-ün fərqi, yəni çöl tərəfdən içərinə çıxanda 8 eləyir, 11 və 3-ün də fərqi 8 eləyir. Çalışırıq hər iki tərəfdə ya çöldən içərinə çıxaq, ya içəridən çölü çıxaq. Birində çöldən içərini, birində içəridən çölü çıxanda təbii ki, cavabda bir anlaşılmazlıq olacaq. Eyni qaydada burada qarşı-qarşıya əlaqəyə baxa bilərik. 31 və 17-nin fərqi 14 eləyir. 19 və 5-in də fərqi 14 eləyir. Deyirsiniz, niyə burada içəridən çölü çıxsınız? Mənfi olmasın deyə, yəni o böyük bir problem deyil. Amma hər iki nümunədə, yəni 31-dən 17-ni çıxanda içəridən çölü çıxdım. 19-dan da 5-i çıxanda yenə də içəridən çölü çıxdım. Fərq etmir. İndi gəlin sualın qarşısına baxın. Deməli dedik ki, qarşı-qarşıya ədəd cütlüklərində fərqlər bərabərdir. 13-dən 11-i çıxanda eləyir 2. Burada da onda sualdan 4-ü çıxanda 2 eləməlidir. Sizcə sualın yerinə hansı ədəd yazsaq 4 çıxanda 2 eləyər. Yəqin ki, bu 6 olar, hamımız bilirik. 4-cü sualın doğru cavabı Y variantı. 5-ci sualımız fərqli bir sual tipidir. Yəni, mətnin məntiqi təhlilinə aid olan sual tiplərindən biridir. Magistratura məntiq proqramının ən ağır mövzularından biri mətnin məntiqi təhlilidir. Çünki sualın həlli bir qədər zaman alır. Gəlin suala baxaq. Əslində bu sual orta bir sualdır, ekstra ağır bir sual da deyil. Masanın üstündə qırmızı, yaşıl və sarı rəngdə 3 zərf var. Bu zərflərdən birinə şəkil, o birinə məktub, digərinə isə ərizə qoyulacaq. Aşağıdakı cümlələri oxusaz, sizdən əsasən hansının
qoyulmasını istəyir, onu soruşur. Məsələn, mən burada qeyd edirəm. Deməli, qırmızı, yaşıl və sarı rəngli zərflər var. Hətta bunu ayıra da bilərəm, daha səliqəli olsun deyə. Verilən bəzi şərtlər var. Deyir ki, əgər şəkil yaşıl zərfə qoyulsa, birinci bəndi oxuyuruq. Şəkil yaşıl zərfə qoyulsa, sarı zərfə mütləq məktub qoyulacaq. Onda belə çıxır ki, ərizə qırmızı zərf üçün qalacaq. İkinci bənddə deyir ki, əgər qırmızıya məktub qoyulsa, yaşıla ərizə qoyulacaq. Onda belə çıxır ki, şəkil sarı zərf üçün qalacaq. Üçüncü bənddə deyilir ki, şəkil qırmızıya qoyulsa, yaşıla ərizə qoyulacaq. Və o zaman belə çıxır ki, məktub sarıya qalacaq. Və qeyd olunan 3 şərti yazdıq. İndi isə bizə belə bir sual ünvanlanıb. Yuxarıdakı şərtlər nəzərə alınmaqla, əgər sarı zərfə ərizə qoymaq istəsək, gəlin sarı zərfə ərizə qoyaq. Sarı zərfə ərizə qoymaq istəsək, aşağıdakılardan hansı mütləq doğrudur? İndi buradan bir dənə fikir verin. Əgər biz sarı zərfə ərizə qoyuruqsa, məktub və şəkil qırmızı və yaşıl zərflər arasında bölünməlidir. Məsələn, mən gətirib qırmızı zərfə məktub yazsam, bu, yuxarıda qeyd olunan ikinci bəndlə ziddiyyət təşkil edəcək. Çünki ikinci bənddə yazılmışdı ki, qırmızıya məktub qoyulsa, yaşıla ərizə qoyulmalıdır. Əgər mən məktubu qırmızıya yazsam, gərək yaşıla ərizə yazım. Amma burada aşağıda qeyd olunan şərt də ərizəni axı sarıya istəyib. Yəni, bura mümkün deyil. Mən əslində bura şəkil yazmalıyam. O da yuxarıdakı ikinci bəndlə ziddiyyət təşkil edir. Gərək bura ərizə yazım. Ərizəni də aşağıdakı şərt sarıya deyir. Yəni, bir-biri ilə ziddiyyət təşkil edir. Bəs ərizəni bura yazıb, qırmızıya məktub yox, şəkil yazsaq nə baş verə bilər? Onda da birinci şərtimizə baxın. Daha doğrusu üçüncü şərtə baxın. Şəkil qırmızıya qoyulsa nə baş verər? Yaşıla ərizə qoyulmalıdır. Yenə də qırmızıya məktub da qoyulsa, şəkildə qoyulsa, gərək yaşıla ərizə qoyulsun. Bu, burada da belə deyir, burada da belə deyir. Biz də bura məktub yaza bilmirik, yəni. Ona görə də ərizənin sarı zərfə qoyulması ümumiyyətlə şərtlərə ziddiyyət təşkil edir. Hansı şərtlərə? Yuxarıda qeyd olunan şərtlərə. Çünki bu sualda həm yuxarıda qeyd olunan şərtlər önəmlidir, həm də aşağıda qeyd olunan şərtlər önəmlidir. Ona görə də sualımızın doğru cavabı olacaq Y variantı. 6-cı sualımızdan davam edirik. Məntiqi mühakimə məsələlərinə aiddir. Məntiqi mühakimə məsələlərinə aid olan suallarda biz bir növ sualı həll etmək yox, sadəcə oxuyub anlama bacarıqlarımızı göstərməliyik. Sadəcə bizə bir dənə cümlə verilib, cümləyə diqqət edirsiniz. İnsanın başqaları tərəfindən mühakimə edilməsini rədd etməsi onun özündən razı biri olduğunu göstərmir. Əsl özündən razılıq başqalarını mühakimə etməkdir. Cümləsində ifadə edilən fikir aşağıdakılardan hansıdır? Yəni biz burada sadəcə bu cümlənin aşağıdakı hansı variantı ifadə etdiyini göstərməliyik. Başqa nə isə həll etmək, şəkil, cədvəl, qrafik qurmaq, hesablama aparmaq lazım deyil. Bu cümlənin anlamı nədir? Baxaq, insanın başqalarına görə xoş qarşılanmayan davranışlarını təkrarlaması ətrafındakıların onu öz çevrələrindən uzaqlaşdırmasına səbəb olur. Məncə bu cümlənin yuxarıdakı cümlə ilə heç bir əlaqəsi yoxdur. Yuxarıda deyir ki, insanın başqaları tərəfindən mühakimə olunmasını rədd eləməsi bu özündən razılıq deyil. Özündən razılıq odur ki, sən başqalarını mühakimə edirsən. B variantında nə yazılıb? Başqalarının
davranışlarının doğruluğu haqqında qərar vermək hüququnun olduğunu düşünən insan əslində özünü onlardan üstün tutur. Bəli, doğru cavab B variantıdır. Elə yuxarıda qeyd olunan cümləyə də uyğun gəlir. Burada deyilir ki, başqalarının davranışlarının doğruluğu haqqında qərar vermək hüququnun olduğunu düşünən insan, yəni başqalarını mühakimə edən insan, özünü onlardan üstün tutur. Yəni bu özündən razılıqdır. Əslində bu tipli suallarda sizə məsləhətim digər variantları da köklü şəkildə oxumaqdır. Çünki bəzən sən variantı doğru olduğunu zənn edə bilərsən, amma digər variantı oxuyanda fikrin dəyişə də bilər. Hər ehtimal oxuyaq. İnsan başqalarının səhvlərini görə bilirsə, deməli öz səhvlərini də görür. Bu normal cümlə, düzgün cümlə ola bilər, amma yuxarıdakı cümlə ilə əlaqəlidirmi? Buna da fikir vermək lazımdır. Dəyərlərə qarşı olan münasibətin dəyişməsi ilə cəmiyyətdə əvvəl qəbul edilməyən müəyyən davranışlar hazırda bir çox insan tərəfindən mənimsənilib qəbul olunur. Oxşar dəyərlərə sahib olan insanların birlikdə yaşaması cəmiyyətdə sabitliyin qorunub saxlanılmasını asanlaşdırır. Bunları da qoyuruq kənara, variantlarla uyğun deyil, şərtlə uyğun deyil. Doğru cavabımız olur B variantı. 7 nömrəli sual riyazi əməllər, alt-alta vurma əməllərinə aiddir. Bu tipli suallarda bizim əsasən şərtimiz odur ki, bütün hərflər bir-birindən fərqli müəyyən bir rəqəmləri ifadə edir. Hər bir hərfin yerinə 0-dan 9-a qədər rəqəmlərdən istifadə edib nə isə yaza bilərik. Yəni, məsələn, A-nın, C-nin, B-nin yerinə biz 11-12 yaza bilmərik. Normal standart alt-alta vurma əməliyyatıdır. Sadəcə bəzi rəqəmlər məchul dəyişənlərlə ifadə olunub. Biz həmin məchulları tapmalıyıq. Bunu tapmaq üçün, görmək üçün ilk öncə misalı normal vurmanı necə aparırıqsa, həmin stildə səsləndirib ürəyimizdən keçirməyimiz tövsiyə olunur. Məsələn, başlayaq misalımızı səsləndirməyə. İndi burada bizim həm vurma hissəsindən kömək almaq imkanımız var, həm də aşağı hissədə bir toplama əməliyyatı gedir ki, oradan da kömək almaq kimi bir imkanımız var. Bəs əsas ipucu hardan olacaq? İndi bu artıq sualdan asılıdır. Yuxarı hissədən də kömək almaq mümkündür, aşağı hissədən də. Baxın, burada 7-ni B-yə vurub A alıbsa, burada mən bir kömək görmürəm. Amma əslində belə bir köməyimiz var. 7-ni B-yə vurub A alıb, amma sonra 7-ni 8-ə vurub 56 etməliydi, amma 57 yazılıb. Yəni, buradan düşünürəm ki, 56 57-yə keçibsə, deməli bir yaddamız var. Bir yadda da 7-nin nəyə hasilindən alına bilər? Yəqin ki, 7-ni 2-yə vuranda 14 eləyər və oradan bir yadda ala bilərik. Amma bu vurma əməliyyatının daha sadə və primitiv həll yolları da var. Məsələn, burada toplamaya fikir versəz, A-dır aşağı olduğu kimi enib. Ondan sonra 7-nin üzərinə A gəlib 11 alınıb. Yəqin ki, 1 alınmaz, 11 alınıb. 7 ilə A-nı toplayanda 11 eləyib. Nə olar bu? 4 olar da yəqin ki, baxın 4. Bir hərfi tapdıqda bütün digər hərflərin də, eyni hərflərin də yerinə o rəqəmləri yazmaq tövsiyə olunur. Əgər A 4-dürsə, baxın, elə toplama ilə davam edək. 7 və 4-ü toplayıb 11 alıb, bir yadda var. C-nin üzərinə 6 gəlib və üzərinə də bir yaddanı gəlib 10 alıblar. Yəni, əslində 9 eləyib ki, bu bir yadda da üzərinə əlavə olunub və 10-a keçib. Deməli, C 3 olacaq. Burada da C 3 olacaq. Həmişə isbat da olunur. Hətta C-nin üzərinə, 3-ün üzərinə 9 gələndə 12 eləyir. Bir də yaddamız var, yenə də 13 alırıq. Qaldı B-ni tapmaq. B də çox asandır. 7-ni B-yə vuranda 4 ilə bitibsə, 7-nin nəyə vuranda 4 ilə qurtarar. 7 dəfə 2, 14. Yəni, bu sualda hərfləri tapmağın ən rahat yolu aşağıda toplama hissəsindən başlamaq idi. A-nın qiyməti 4 plus B vurulsun C. Neçə eləyir? 4 üstə gələk 6 bərabərdir 10. Doğru cavab 10. Variantlar içərisində varmı? Bəli, Y variantı. 8-ci sual şəkil analogiyası, fiqur analogiyası mövzusuna aiddir. Fiqur cədvəllərindən fərqli olaraq fiqur analogiyasında bizə qarşılıqlı şəkildə, məsələn,
Bayaq söz analogiyası yazdıq. Saç, daraq. Orada iki sözün arasında olan əlaqəyə baxdıq. Burada isə iki şəklin arasında olan analoji əlaqəyə baxmaq lazımdır. Amma burada iki cüt nümunə verilib. Hər birinin də arasında belə kiçik bir işarələr qoyulub. Bunlar suallarda operator mənasını ifadə edir. Plus operatoruna diqqət etsək və bu şəkildən bu şəklin necə alınmağına baxsaq, şəkil bir növ aşağıya çevrilib. Buna aşağıdan güzgü effekti deyilir. Məsələn, bu gördüyünüz ürək işarəsini biz aşağıya çevirsək, baxın, bu şəkildə bir görüntü alınır. Yəni, sağdakı şəkil. Buna deyilir güzgü effekti və yaxud simmetriya. Və hətta dəqiq desək, bu aşağıdan verilmiş güzgü effektidir. Baxın, bu şəkili eynisini aldıq. Deməli, birinci operator sadəcə şəklə aşağı hissədən güzgü effekti veribdir. Bunu qeyd edirik. Aşağıdan verilmiş güzgü effekti. Bəs ikinci şəkil, yəni ikinci operator, X operatoru nə edib? Şəkilə diqqət etsəz çox rahat, sadəcə olaraq içinə bir dənə belə tor, yəni plus işarəsi atıb. Başqa heç. İndi aşağıda birinci tor, yəni X operatoru, sonra isə plus operatoru qoyulub. Deməli, biz əvvəlcə X-in hərəkətini etməliyik, qanun uyğunluğunu tətbiq etməliyik, sonra isə plusun. Əvvəlcə X-in operatorunu bura tətbiq etsək, X nə edirdi? Baxın, biz X-i tətbiq etsək, sadəcə içərisinə bir plus işarəsi atmalıyıq. Bu X operatoru idi. Və sonra isə plus operatorunu tətbiq edirik. Yəni, şəklə aşağıdan güzgü effekti veririk. Bax, bu şəkli də elə aşağıdan güzgü versək, yəni şəkli aşağıya doğru çevirsək, fırlatmaq yox ha. O fırlatma 180 dərəcə fırlatma başqa bir əməldir. Güzgü effekti başqa bir əməldir. Güzgü effekti verdikdə şəkilə, şəkil götürülür və çevrilir aşağıya. Avtomatik olaraq şəklin aşağı hissəsi cavabda yuxarıda, yuxarı hissəsi isə aşağıda alınmalıdır. Güzgü effekti verilən şəkillərdə güzgüyə yaxın hissə cavab variantında yaxına, uzaq hissə isə uzağa düşür. Və elə təsadüfdən cavabı da A variantına qoyublar, rahat görmək olur. Gördüyümüz bu şəklə aşağıya çevirəndə doğru cavab kimi A variantını ala bilərik. 9-cu sualımız aşağıdakı anaqramlardan hansı birinci sözün sonu ikinci sözün əvvəlindədir? Yəni, məsəl üçün belə bir söz yazıram. Alma və manat sözləri. Görürsünüz, alma ma hecası ilə bitir, manat isə ma hecası ilə başlayır. Yəni, birinin sonu almanat. Burada iki söz birləşir, bir-birinə keçir. Alma və manat. İndi həmin manı oradan silib, bizdən soruşsalar, biz ma düşünməliyik. Çünki alma sözdə yaranır, manat sözdə yaranır. İndi aşağıda da belə bir variant var ki, həmin variantı ma hecasının sonuna qoyanda da bir söz alınır. Eyni qaydada həmin hecanın sonuna qan əlavə etdikdə, o da yeni bir söz verir. Amma həmin variantlar anaqramdır. Anaqram isə hərflərin yerinin dəyişdirilməsi deməkdir. Variantlardakı sözlərin, hecaların yerləri dəyişdirilib. Məsələn, A variantını bura qoyub manqal yaratmaq olar. Amma onu qanla birləşdirəndə heç bir söz əmələ gəlmir. Və yaxud Y variantında olan masanı da bura yazmaq olar. As yazılıb, onu sa olaraq burada yerləşdirsək masa. Amma sağan yoxdur artıq. Amma D variantında yor olaraq bura yerləşdirsək, mayor və yorğan sözlərini almış ola bilərik. İki yeni söz əmələ gəldi. Biri mayor, biri yorğan. Birinin sonu, birinin də əvvəli yor hecası ilə bitir. Doğru cavab D variantı. 10-cu sualımız isə şifrələmə, kodlaşma mövzusuna aid olan bir sual nümunəsidir. Çətin sual tipi deyil. Gördüyünüz bu blokda olan sözlərin hər birinin şifrəsi sağda olan 5 şifrədən biridir. Hansı sözün şifrəsinin hansı olduğunu müəyyən etdikdən sonra asan sözünün şifrəsini tapmalıyıq.
Gəlin baxaq. Belə suallarda biz sözlərin şifrələrini necə müəyyən edə bilərik? Hərflərin sətirlər və yaxud sütunlar üzrə təkrarlanmasına əsasən. Məsələn, aydan sözü bir qədər fərqlənir. Niyə fərqlənir? Çünki aydan sözünün birinci və dördüncü hərfi eynidir. Deməli, o sözün şifrəsində də birinci və dördüncü rəqəmlər eyni olmalıdır. Belə bir variant varmı? Var. 286-25. Bunu silib, gətirib aydan sözünün üzərinə qeyd edirəm. Burada mən A şifrəsini tapdım. Asan sözünü düzəldə bilərəm. A-lara 2 yazıram. Əslində cavab ya A variantı ya da Y variantı olacaq. Hətta N-nı da bilirik. N da 5-dir. Yəni aydan sözünü tapmışamsa, çox hərfi tapmış oluram. Əgər Y hərfi 8-dirsə, Yunis sözü 8 ilə başlamalıdır. 84 510. Bunu da Yunis'in üzərinə qeyd edə bilərik. Yunis sözünü tapanda artıq S-in 0 olduğunu bildik. Asan sözü olacaq 2025. Doğru cavab A variantı. Biraz tez tapdıq, amma ola bilər ki, başqa bir söz sizdən soruşulsun və yaxud başqa bir sıra ilə getmiş olasınız. Digər sözləri də rahatlıqla tapa bilərik. Məsələn, Y 8-dirsə, Nuray Y ilə bitir, yəni 8 ilə bitir. 54 328. Rəsul qalıb. R hərfinin 3 olduğunu bilirik axı. Rəsul 3 ilə başlamalıdır. 37 049 və yerdə qalan 13 267 də iradədir. Doğru cavab olacaq A variantı. 11 nömrəli sualımız riyazi məsələlər bölməsinə aid maraqlı bir sual nümunəsidir. Münasibətlərdən istifadə edərək natural ədədləri göstərən 10 hərfi artma sırası ilə düzün. Sual işləyən bəzi tələbələr həmin ədədlərin bir-birinin ardıca yerləşdiyini düşünür, amma əslində burada ədədlərin ardıcıl olmağı, 0-dan 9-a qədər olmağı deyə bir qeydimiz yoxdur. Sadəcə bu ədədlərin böyük-kiçik işarəsi olaraq necə yerləşməsinə bağlı şərtlər var. Məsələn, birinci bəndə diqqət edirik. Yazılıb ki, N H-dan, H da Y-dən balacadır. Məsələn, mən bunları bura yerləşdirirəm. N, H və Y. Amma bilmirəm bunların arasında müəyyən rəqəmlər var, yoxsa yoxdur. Bizə sadəcə böyük-kiçik işarələr olaraq qeyd etdiyi üçün mən N, H, Y-i yerləşdirdim. Və artma sırası ilə deyir, yəni azdan çoxa doğru üçünü yerləşdirmişim. İkinci bənddə yazılıb DC-dən, C də R-dən böyükdür. Mən hələ ki burada DC, R yazmadığım üçün bu şərti keçirəm. Yazılıb ki, N-dən 3 çıxdıqda F-ə bərabərdir. N-dən 3 çıxanda F-ə bərabərdir. Deməli, F daha balacadır və 3 çıxanda alınır. 3 çıxmaq o deməkdir ki, N və F-in arasında əlavə olaraq 2 dənə ədəd var. Baxın, 2 dənə ədəd var. Çünki biri məsəl üçün 15-dirsə, 3 çıxanda 12 alınırsa, arada 13 və 14 qalmış olur. Məsəl üçün 15 və 12 dedim. Əslində siz istəsəniz özünüzdən ədədlər də ata bilərsiniz. Çünki burada ədədləri istəmir sizdən. Sadəcə axırda sırada 3-cü olan hərf hansı olacaq onu istəyəcək. Bu qədərini bildik. Sonra yazılıb ki, D-nin üzərinə 2 gələndə F edir. Yəni belə də deyə bilərik, F-dən 2 çıxanda D-yə bərabərdir. Bu şərti də özümüz üçün yarada bilərik. Tamam. D-nin üstünə 2 gələndə F alınırsa, deməli D ilə F-in arasında da bir dənə ədəd var. Baxın, artıq 2 dənə yox, 1 dənə ədəd var. Ən axırıncı 6-cı şərtə baxsaz, orada belə bir bənd var. F-dən 1 çıxanda L edir. Onsuz da D ilə F-in arasında bir dənə ədəd yox idi. F-dən 1 çıxanda L eləyirsə, elə o arada qalan ədəd L-dir. Biz 6 dənə ədəd tapmışıq. Sonra ikinci bəndə diqqət edirik. DC-dən, C də R-dən böyükdür. DC-dən böyükdürsə, deməli C balacadır. R də daha balacadır. Bu dəfə isə 8 hərf tapmışıq. Qaldı 4-cü və 5-ci cümlələr. 5-ci bəndə baxın. Yazılıb ki, C və R-i toplayıb 2-yə bölürük, G-ni verir. Ədədləri toplayıb 2-yə bölürüksə, deməli onların ədədi ortasını tapırıq. Ədədi orta həmişə 2 ədədin arasında bir cavabı verir. Məsələn, 70 ilə 90-ın ədədi ortası 70-dən böyük, 90-dan balaca olmalıdır. İndi C ilə R-in ədədi ortası
R-dən böyük, C-dən balaca olmalıdır. Deməli, G bu iki hərfin arasındadır. Eyni proses 4-cü bənddə də var. 2K bərabərdir Y plus H. Biz bunu Y plus H bölünmüş 2 bərabərdir K şəklində yaza bilərik. Gördüyünüz kimi buradan da hiss olunur ki, Y və H-ın ədədi ortasıdır K. Deməli, K da Y və H-ın ortasında yazılmalıdır. Görək neçədən ədəd tapdıq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bizdən soruşulan 10 hərfi qeyd etdik. Sırada 3-cü olan hərf. İndi burada da bəziləri çaşır. Böyükdən sayır. Biz artma sırası ilə düzdüyümüz üçün kiçikdən saymalıyıq. Sırada 1-ci olan hərf, 2-ci olan hərf və 3-cü olan hərf. Ona görə doğru cavab A variantı olacaq. Fiqur tamamlanması mövzusuna aid olan 12-ci sual şəkillər bölməsinə aiddir. Və burada 1-ci və 2-ci şəkillər göstərilib. 3-cü şəkildə göstərilib və bizdən 4-cü şəkli soruşur. Diqqətlə baxırsınız, yazılıb ki, 1-ci və 2-ci şəkillər cəmlənir, 3-cü və 4-cü şəkil də cəmlənir. Məchul olan 4-cü şəkil cəmlənir və həmin 1 ilə 2-nin cəmi ilə 3 ilə 4-ün cəmi bir-birinə bərabər olmalıdır. Bu sual tiplərini əldə etmək üçün biz şəkilləri üst-üstə çəkib tapa bilərik. Ən rahat yollardan biri budur. Gördüyünüz şəkillərdən birini digərinin üzərinə köçürmək lazımdır. Mən birinci şəkillə ikinci şəkli cəmləyirəm, yəni çəkirəm. Burada biraz səliqəli çəkmək daha gözəl olar. Baxın, birinci şəkil tam olaraq ikinci şəklin üzərinə köçürüldükdə ikisinin cəmindən bu formalı bir şəkil əmələ gəldi. İndi deyir ki, üçüncü şəkillə variantdakı hansı şəkli cəmləsək, bu gördüyünüz 1 və 2-nin cəminə bərabər bir şəkil alarsınız. Burada ən yaxşı variant indi alınan ikinci şəkildəki olub, amma üçüncü şəkildə olmayan hissələri üçüncü şəklin üzərinə qeyd etməkdir. Məsələn, bizim hansı xətlərə ehtiyacımız var? Bu xət çəkilməlidir, bu xət çəkilməlidir, bu xət və əksik olan parçaları yavaş-yavaş qeyd edir. Bir də əlavə olaraq bu xətti çəkməliyik. Mənim çəkdiyim xətlərdən nə artıq, nə də əksik olmadan qeyd olunan variant A variantıdır. Ona görə sualımızın da elə doğru cavabı A variantı olacaqdır. Bu tip sualları şifahi şəkildə də yazmaq mümkündür. Yəni, xətt çəkmədən. Bunun üçün nə etməliyik? Suala baxırıq. Birinci və ikinci şəkillərdə və yaxud da variantlarda fərqli olan hissələrə baxırsınız. Məsələn, A variantında burada belə bir xətt var. B variantında ikisini də çəkiblər. C-də düz və sağ xətti çəkiblər. İndi düşünək. Birinci fiqurda ümumiyyətlə o yuxarı hissə yoxdur. Yolka hissəsi yoxdur. Bu sadəcə ikinci fiqurdadır. Üçüncü fiqura baxın. Hansı hissəsi əksikdir? Sadəcə bu xətt əksik deyilmi? Yəni, yuxarıdan gələn düz xəttdə nə ehtiyac var? Soldakı bu xəttdə nə ehtiyac var? Ona görə bütün variantlar çıxır. Doğru cavab A variantı qalır. Birinci və ikinci şəkildə olub, 3-də olmayanları cavabda götürməliyik. Əgər xətt 3-də varsa, onu cavabda götürməyə ehtiyac yoxdur. O yanlış cavabdır. Doğru cavab A variantı. 13-cü sualda şəkildəki fiqur aşağıdakı qruplardan hansı ilə əldə edilə bilər? Burada şərtdə qeyd olunmayıb ki, biz fiqurları fırlada bilərik, yoxsa yox. Amma bir qədər məntiqi olaraq düşünsək, variantlarda olan, məsələn, bu parçanı biz fırlatmadan bu şəklin üzərinə qeyd edə bilmərik. Yəni, o zaman bu şəkli fırlatmağa ehtiyac ola bilər. Şəkilə baxdıqda, bir də variantlara baxanda, məsələn, C variantında 3-cü xəttdə 2 dənə qara dama bir-birinə yapışıb. Axı, variantda heç elə bir hissə yoxdur. Yəni, 2 qaranın bir-birinə yapışması C-də də var, D-də də var. Yəni, bu mümkün deyil. Hətta Y variantında da var. Bunları atsaq, doğru cavabımız indi bizim ya A variantıdır, ya da B variantıdır. Baxın, burada gördüyünüz bu fiqur, gəlin ondan başlamayaq, elə birinci fiqurdan başlayaq. A variantında da var, B variantında da var. Bu fiqur elə buradadır. Bax, budur. Bunu qeyd etdik. Ondan sonra bu ağ parça isə sağa doğru aşıb və bura yerləşdirilib. Və ən sonuncu parça isə onu da
90 dərəcə sağa aşırtdıqdan sonra həm ikinci, həm də üçüncü şəkillər 90 dərəcə sağa aşıb sonra yerləşdirilir. Baxın, buradadır. Deməli, bu birinci fiqur, bu ikinci fiqur, bu isə B variantının üçüncü fiquru. Ona görə cavab B variantı. Amma biz A variantı ilə həmin parçanı yığa bilməzdik. Çalışmaq lazımdır ki, nə heç bir kvadrat əksik olmasın, nə də artıq olmasın ki, sual tam düzgün alınsın. 14-cü sualımız anaqramlar mövzusuna aiddir və burada əsas mahiyyət hərflərinin yerləri dəyişdirilərək qeyd olunan 5 sözün düzəltmək, tapmaq və onların 4-ünün eyni, baxın burada qeyd olunub, 5 sözdən 4-ü müəyyən əlamətə görə oxşardır. 4-ünün oxşar, birinin fərqli olduğunu bilməkdir. Yəni, fərqləndirici sözü tapmaq elə də çətin olmur, amma ən böyük problemimiz bu sözləri düzəltməkdir. A variantındakı söz zəlzələ, B variantı vulkan, C variantı yanğın, D variantı mənzərə və Y variantı isə daşqındır. Burada indi variantlarda biz cavab kimi mənzərəni fərqli seçməliyik. Çünki digər 4 dənə söz təbii fəlakətdir, mənzərədən başqa. Yenidən fiqur ədəd əlaqələrinə aid olan belə bir sualımız var. Bir qədər sınağımızda fiqur ədəd əlaqələrinə aid nümunələr çoxdur. Dairənin birindən digəri alınıb və xüsusilə fikir versəniz, 648-in olduğu yerdə 3 dayanıb. 5, 963-ün yerində 18, 882-nin yerində 32, 762-nin də yerində nə dayanıb? Sual işarəsi. Yəni, belə bir məntiq irəli sürə bilərik ki, hər bir damadan öz yerində dayanan ədəd alınır. 648-dən necə 3 almaq olar? Deməli, 648-in rəqəmlərini 6-nı 4-ə vursaq və 8-ə bölsək, 3 eləyir. 9-u 6-ya vurub 3-ə bölsək, 18 eləyir. 882-də 8 vur 8, 64. 64 bölü 2, 32 eləyir. İndi 762-dən də sual alanda eyni məntiqi qanun uyğunluğu tətbiq etməliyik. Birinci və ikinci rəqəmləri vururuq bir-birinə. 7 vur 6, 42. 42-ni də 2-yə bölürük, olur 21. Variantlarda varmı? Bəli, Y variantı. 16, 17 və 18 nömrəli suallara baxırıq. Suallar blok mətindir və bir mətin üzərində 3 sual təqdim olunur. Əvvəlcə bu şərti oxuyandan sonra 16-cı, 17-ci və 18-ci sualları həmin şərtə görə həll eləyəcəyik. Və yadda saxlayaq ki, imtahanda da bizim 50 sualımızın 6 dənəsi belə blok mətin şəklində olur. Yəni 2 dənə blok mətin olur, hər birinə aid 3 sual var və 6 sual eləyir ümumilikdə. Və mətnin məntiqi təhlilinə aid olan bir sual nümunəsidir. Diqqətlə baxırıq, nə yazılıb, nə etməliyik. Əsmər həftənin 5 günü 4 müxtəlif rəngli köynək və bunlarla yanaşı 4 müxtəlif rəngli şalvar geyinmişdir. Gəlin biz həftənin günlərini qeyd edək. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və həmin günlər üçün deməli şalvar və köynəkləri də qeyd etmək üçün belə bir cədvəl qururuq. Gəlin cədvəlin yuxarı hissəsini və aşağı hissəsini ayıraq. Yuxarı hissədən, misal üçün, köynəkləri qeyd edək. Aşağı hissədən də şalvarların rəngini qeyd edək. Biraz uzada da bilərik. Baxın, belə bir cədvəl təşkil elədik. İndi bu cədvəlin üzərində nə edəcəyik? Şərtləri qeyd edək. Baxın, köynəklərin də rəngi qeyd olunub. Köynəklər ağ, yaşıl, mavi və çəhrayı olacaq. 5 gün olsa da 4 rəng verilib. Eyni qaydada şalvarlar da sarı, qırmızı, narıncı və boz olacaqlar. Əsmərin hansı gün, hansı geyimləri geyindiyi ilə əlaqədar aşağıdakılar məlumdur. Şalvar və köynəklərin hər birindən yalnız bir dənəsi həftənin 2 günü geyinmişdir. Yalnız bir dənəsini həftənin 2 günü geyinmişdir. Niyə? Çünki 5 gün var, amma bizə fikir verirsə 4 rəng verilib.
Çərşənbə günü yaşıl köynək geyinmişdir. Gəlin çərşənbə gününə rəng olaraq bura yaşıl yazaq. Qırmızı şalvar geyindiyi gün ağ köynək geyinmişdir. İndi nə zaman ki qırmızı şalvar geyinəcək, onda ağ köynək də yazmalıyam. Bunu yadda saxlaya bilərik və yaxud kənara da qeyd edə bilərik. Nə zaman ki qırmızı şalvar olacaq, ağ köynək geyinəcək. Çəhrayı köynək geyindiyi bazar ertəsi günü sarı şalvar geyinmişdir. Çəhrayı köynək geyindiyi bazar ertəsi günü neyniyib? Sarı şalvar geyinib. Çərşənbə axşamı və cümə axşamı eyni şalvarı geyinmişdir. Yəni eyni rəngli şalvarı. Şalvar sətrində çərşənbə axşamına və cümə axşamına nöqtə qoyuram. Yəni eyni olmalıdırlar ona görə. Cümə axşamı və cümə günləri fərqli şalvar geyinib, amma eyni köynəklə. Cümə axşamı və cümə günlərində də köynəklərin rəngi eyni olmalıdır. Qırmızı şalvarı yalnız bir gün geyinmişdir. İndi qırmızı şalvarı geyindiyi günlə bağlı bir qeydimiz var idi. Xatırlayaq onu. Deyirdi ki, qırmızı şalvar geyindiyi gün ağ köynək geyinmişdir. Mən qırmızı şalvarı bura yaza bilmərəm. Çünki ora yazsam avtomatik bu tərəfə də yazmalıyam. Axı qırmızı şalvar yalnız bir gün geyinilib. Qırmızı şalvarı burada yaza bilmərəm. Çünki qırmızı şalvar geyindiyi gün ağ köynək geyinib. Axı cümə günündə yaşıl köynək geyinilib. Və sonda qırmızı şalvarı hara yazmalıyam? Bir dənə boş yer qalır cüməyə. Deməli, qırmızı şalvar yazılacaq bura və həmin gün ağ köynəkdə geyinəcək. Biz bayaq dedik ki, cümə axşamı və cümə günləri köynəkləri eyni rəng olmalıdır. Onda bura da ağ yazırıq. Köynəklərdən ağ, yaşıl, çəhrayı yazılıb. Bir dənə mavi köynək qalıb. Çərşənbə axşamına da köynək olaraq mavi yazırıq. İndi yerdə qalıb aşağıda sarı və qırmızı şalvarlar yazılıb. Narıncı və boz şalvarlar qalıb. İndi mən ya bu nöqtə qoyulan yerlərə narıncı yazmalıyam. O zaman boz şalvar qalacaq çərşənbə gününə. Amma buna alternativ olaraq belə bir versiya da ola bilər. Çərşənbə axşamı və cümə axşamına boz şalvar qeyd eləsəm, çərşənbə günə narıncı şalvar qalır. Yəni şalvar bu 3 gündə 2 ehtimala bölünür. Deməli bu sualın əslində 2 versiyası var. İndi bu suala əsasən gəlin sualları oxuyaq və cavablandıraq. Birincisi 16-cı sual. Əsmər aşağıdakı köynəklərdən hansılarını cümə axşamı geyinə bilər? Cümə axşamı geyindiyi köynək rəngi ehtimala bölünmürdü. Yalnız bir versiya idi. Hansı rəng? Ağ rəng. Ona görə də yalnız birinci rəngli, yəni ağ rəngli köynəyi geyə bilər. Doğru cavab A variantı yalnız 1. Həmçinin bir daha təkrar edirəm, 17 və 18-ci sualları da bu şərtə əsasən cavablamalıyıq. Yuxarıdakı mətnə əsasən Əsmər haqqında aşağıdakı fikirlərdən hansı mütləq doğrudur? Mütləq doğru o deməkdir ki, biz verilən versiyaların hər ikisində ödənən cavabı seçməliyik. Çünki biz aşağıda 2 versiyaya böldük. O versiyaların hər ikisi üçün doğru olmalıdır ki, bu mütləq doğru olsun. Eyni qaydada hər ikisi üçün yanlış olmalıdır ki, mütləq yanlış olsun. Çərşənbə axşamı sarı şalvar geyinib. Baxaq, çərşənbə axşamı şalvarı mavi olub. Bu yanlışdır. Çərşənbə axşamı yaşıl köynək geyinib. Üzr istəyirəm, mən burada A variantını bir dənə düzəliş eləyək. A variantında çərşənbə axşamı sarı şalvar deyirdi. Çərşənbə axşamı geyindiyi şalvarlar narıncı və yaxud boz rəngdədir. Yenə də səhvdir. Çərşənbə axşamı yaşıl köynək geyinib. Xeyr, çərşənbə axşamı mavi köynək geyinib. Qırmızı şalvarı cümə günü geyinib. Qırmızı şalvar nə zaman geyinib? Baxın, cümə günü. Bəli, bu variant doğrudur. Çərşənbə günü sarı şalvar geyinib. Çərşənbə günü şalvarı nə rəngdədir? Ya boz ola bilər, ya narıncı. Yenə yanlışdır. Mavi köynəyi cümə axşamı geyinib. Cümə axşamı geyindiyi köynək ağ rəngdə olub. Ona görə də bu da yanlışdır. Mütləq doğru cavab C variantı olacaqdır. Növbəti sual isə 18-ci sualdır. Orada isə mütləq yanlışı soruşur. Yəni hər ehtimalda səhv olan cümləni. A variantı. Çərşənbə axşamı mavi köynək geyinib. Bəli, çərşənbə axşamı mavi köynək geyinib. Bu doğru idi.
Cümə günü ağ köynək geyinib. Bu da doğrudur. Cümə axşamı boz şalvar geyinib. Cümə axşamı geyindiyi şalvar narıncı da ola bilər, boz da ola bilər. Yəni bu əslində mütləq yanlış sayılmır. Səhrayi köynəyi 2 gün geyinib. Amma yuxarı fikir versəz, onun 2 gün geyindiyi köynək rəngi ağ köynəkdir. D variantı mütləq yanlışdır. Boz şalvarı yalnız bir gün geyinib, boz şalvarı bir gün də geyinə bilər. Yəni burada fikir versəz, yuxarıdakı nümunəni seçsəm, boz şalvarı bir gün geyinər. Aşağıdakı versiyanı yazsam 2 gün geyinər. Ona görə Y variantı mütləq düz və ya mütləq səhv olduğu bilinməyən bir cümlədir. Doğru cavab D variantı. Növbəti sualımız 19 nömrəli sual. Riyazi cədvəllər mövzusuna aid olan bir sual nümunəsidir. Bu tipli suallarda biz ilk öncə cədvəlin yuxarı küncünə diqqət etməliyik. Orada yazılan əməliyyat toplama, vurma, çıxma, bölmə əməllərindən biri olur əksər hallarda. Və cədvəli həll etmək üçün birinci növbədə cədvəlin oxunması, yəni onun kənara köçürülməsi lazımdır. Bura fikir versəz, burada 12A və 12B yazılıb. Yəni biz onları kənara köçürməliyik. Bu 12A nəyin kəsişməsindədir? Birinci ona fikir verək. 12A C-nin və B-nin kəsişməsindədir. Operator isə vurma operatorudur. Kənara yazırıq. C vurulsun B bərabərdir 12A-ya. Eyni qaydada 12B. O nəyin kəsişməsindədir? Sol tərəfdə A-nın və yuxarı tərəfdə C-nin. Eyni qaydada kənara yazırıq. A vurulsun C bərabərdir 12B-yə. Bir dənə də misalımız var. O misal isə budur. B bölünsün 4. C və C-nin kəsişməsində, amma üstəgəlnəndir. Yəni C plus C, 2C bərabərdir B bölünsün 4-ə. Buradan mən sistem tənlik görürəm və nə edə bilərəm? Baxın, bu gördüyünüz misalı, yuxarıdakı sistem tənliyi alt-alta vursam, görün nə əmələ gəlir. C vurulsun B, vurulsun A vurulsun C, bərabərdir 12A vurulsun 12B. Sistem tənliyin həlli üsullarına aiddir. Alt-alta toplama, alt-alta çıxma, vurma, bölmə və əvəz etmə. Buradan islah gedir. İxtisar gedir. A vurulsun B və A vurulsun B ixtisar gedir. Qalır C kvadratı bərabərdir 12 vurulsun 12-yə. C də bərabərdir 12-yə. C-ni 12 tapandan sonra əslində belə bir hərəkət etmək olar. Məsələn, bu tənlikdə C-nin yerinə 12 yazsaq, 12 vurulsun B bərabərdir 12A-ya. Buradan 12-lər ixtisar getsə, B A-ya bərabər olur. Və bu nə demək olur? Burada gördüyünüz B və A bir-birinə bərabərdirsə, onları bir-birinə böləndə zaten 1 edəcək. Plus C-ni də tapmışıq 12. Doğru cavab olacaq 13. Amma burada biz A-nı B-ni dəqiq tapmış olmadıq. Yəni A, B düzdür, sualın cavabı üçün kifayətdir. Amma biz A və B-ni dəqiq bilmədik. Bəs A, B-ni necə dəqiq tapa bilərik? Deməli, aşağıdakı o yolla getməsək, bundan geri qaydırıq. Nə edə bilərik? C 12-dirsə, həmin o 12-ni gətirib burada C-nin əvəzinə yazırıq. 2 vur 12 bərabərdir B bölünsün 4. Buradan B bərabər olur. Çarpaz vurma üsulu ilə 96-ya bərabər. C 12-dir. B də 96-dır. İndi isə gələk bura. C-yə 12 yazırıq. B-yə isə 96 yazırıq. Bərabər olur 12A-ya. Buradan 12-lər ixtisar gedir. A bərabər olur 96-ya. Görürsünüz, həqiqətən də A ilə B bir-birinə bərabər imiş. Deməli, bizə lazımdır B bölünsün A, üstə gələk C. Yenə də onsuz da cavabımız 13-ə bərabər olmuş olacaq. Doğru cavab 13. Və ən son sualımıza baxırıq. Bu sual əksər imtahanlarda, qəbul imtahanlarında istifadə olunmuş sualdır. Sualın adı deformasiya sualı adı ilə məşhurlaşıb. Yuxarıda bizə bir-biri ilə bağlar vasitəsilə birləşmiş 12 kvadrat verilib. Və həmin kvadratlar deformasiyaya uğrayıb, yəni qarışıb və aşağıdakı vəziyyətə düşüb. Bizim əsas vəzifəmiz həmin kvadratların hansının hansı olduğunu tapmaqdır.
Niyə? Çünki burada belə bir qeyd var. Kvadratlar yerini dəyişib, amma bağlar qırılmayıb. Bu o deməkdir ki, məsələn, ə hərfi burada nələrə bağlanıbsa, aşağıda da eyni qaydadadır. O zaman bu bizim tapma sürətimizi asanlaşdırır. Burada fikir verirsinizsə, kvadratlar bir-birindən yalnız onlardan çıxan xəttlərin sayına görə fərqlənir. Ona görə də birinci növbədə gəlin, bütün kvadratların yanına onlardan çıxan xəttlərin sayını yazaq. Bunu bütün sual tiplərində belə etmək lazımdır və ən əlverişli bir üsuldur. Bu sualı hazırlıq prosesində çox görəcəksiniz və eyni hərəkəti gəlin aşağı hissədə edək. Amma diqqətli olaq, hər hansısa bir səhvlik problem yarada bilər. Gəlin hamısını doğru şəkildə qeyd edək. Çünki biz sualda kvadratları bu rəqəmlərə əsasən tapacağıq. Və bəzi suallarda, məsələn, 2 qollu kvadrat bir dənə olur və yaxud 4 qollu kvadrat bir dənə olur. Amma bu suala fikir versəz, 2 qollu kvadratımız 3 dənədir, 3 qollu kvadratımız daha çoxdur, 4 qollu kvadratımız da 3 dənədir. Yəni, kvadratların əgər öz çıxış saylarına görə fərqlilikləri yoxdursa, o zaman biz onların birləşdiyi kvadratların qol sayına görə fərqləndirə bilərik. Məsələn, ə hərfi özü 2 qollu bir kvadrat olsa da, birləşir 2 dənə 3 qollu kvadrata. C hərfi də özü 2 qollu kvadratdır, birləşir 3 qollu kvadratlara. Y hərfi də 2 qolludur, amma Y-nin birləşdiklərinə baxın, N və B-dir. Yəni 2 dənə 4 qollu kvadratdır. Gəlin aşağıda baxaq. Deməli, fikir verirsiniz, onlardan fərqləndi. 2 qollu olsa da 2 dənə 4 qolluya birləşir. Aşağıda elə bir kvadrat görürsünüz, özü 2 qollu olsun, birləşdikləri 4 qollu olsun. Məncə o kvadrat budur. Özündən 2 xətt çıxır, amma birləşdiyi kvadratlara fikir versəniz, 4 qollu kvadratlardır. Onda biz buna hərfi yazmalıyıq. İndi hərfi birləşir N-ya və B-ya. İndi N ilə B-ni bir-birindən fərqləndirmək lazım olacaq. Burada nəyə diqqət etmək olar? N və B-dən başqa bir dənə də 4 qollu kvadratımız var və Y hərfi B vasitəsilə həmin o kvadrata yol tapa bilir. Fikir verin. Hərfi B-yə gedib, B-dən sonra həmin o D-yə gedə bilir. İndi burada Y hərfinə baxın. Y hərfi buradan 4 qollu kvadrata gəlib, oradan yenidən 4 qollu kvadrata gedir. Amma sol tərəfdən 4 qollu kvadrata gəlir, amma sonraki qolları yenə də 3 qolludur. O tərəfdə də B hərfinin, yuxarıda da fikir versəz, B hərfinin qollarından biri 4 qolludur, amma N hərfinin bütün qolları 3 qolludur. O zaman N bura yazılsın, B isə yuxarı yazılsın. Çünki B-nin qollarından biri yenidən 4 qollu D-ya getməlidir. O zaman D-ni də aşağı yazırıq. Sonra baxa bilərik burada nəyə? N hərfi, baxın, burada digər 2 dənə 2 qollu kvadratımız qalmışdı axı. Biri ə idi, biri C. Buradan N hərfi M-ə gedib və avtomatik olaraq ə-yə yol tapa bilir. Baxın, N M-ə gedir, 3 qollulardan birinə gedir və avtomatik ə-yə gedir. Amma N-in buradan C-yə gəlib çıxmağı çox uzun bir yoldur. N, C, M-ə gedib ə-yə gedə bilir. Gəlin onda buradan baxaq. N yazmışıq. N 2 qollu kvadrat. Bax, burada biri budur, biri də budur. Hansına daha rahat yol tapa bilər? Yəni 2 gedişə. N bura gəlir və buradan da qalxır 2 qollu kvadrata. Deməli, N-in getdiyi hərfə M yazırıq. Baxın, gəldi M-ə. M-dən də yuxarı qalxdı ə hərfinə. Deməli, X oldu ə. Ə hərfi sonra hara davam edir? Baxın, ə-nin 2 qolu var. Biri M-dən gəlib, yuxarıda fikir versəniz. Biri isə bu tərəfdən gedir A hərfinə. Buradan da ə hərfini uzadırıq, gətiririk, gedir A hərfinə. Daha sonra 2 qollu digər kvadrat qalıb. O da C-dir zaten. Yaza bilərik. C hərfi. Bir dənəsi qalıb. C hərfinin özü yuxarıdan Ü hərfinə doğru gedir. Bax, C düşür buradan aşağı Ü hərfinə. Eyni qaydada başqa nə etmək olar? Burada D hərfinin bütün qolları tapılıb.
D hərfinin bütün qolları. Hətta Ü-dən də davam edə bilərdik. Ü-nün bir qolu düşür D-ya, bir qolu da uzanıb U hərfinə gedir. Onda buradan Ü hərfi uzanıb gələcək U hərfinə. Sonra D hərfinin bütün qolları tapılıb. D hərfinin bütün qolları tapılıb. Ü-dür, A-dır, B-dir. Bir dənə bu qolu qalıb, L. Onsuz da burada da D hərfindən bir dənə aşağıya yol düşür. O olacaq L. Bir dənə boş kvadratımız qalıb, o da S-dir. Deməli, X oldu Ə hərfi, Y oldu E hərfi. İndi burada isə bizə bir uyğunluq lazımdır. Deməli, nə edirik? X-ə Ə hərfi uyğun gəlibsə, biz yazmalıyıq 1-ə B. Bunu açıq suallarda kodlaşdırmaq lazım olacaq. 2Y-dirsə, ona da L uyğun gəlibsə, 2-yə də D yazılmalıdır. 1B, 2D. 20 sualdan ibarət idi quizimiz. Ümid edirəm sona qədər diqqətlə qulaq asmısınız. Və kimlər ki sona qədər qulaq asıb, ən sonda bir tapşırıq sualı qoyuram və həmin sualın deməli cavabını rəylər bölməsində sizdən istəyəcəm. Sualın cavabını doğru bilənlər variantlarını rəylər bölməsində qeyd eləyə bilər. Qeyd edeyim ki, sual 2025-ci ilin 1-ci cəhdində magistratura imtahanında qəbula düşmüş suallardan biridir. İzlədiyiniz üçün təşəkkürlər. Çox sağ olun.